Hamınıza salam dostlar, necəsiz? Bugünlər ördələrimizin inkişafını göstərəcəm sizə. Onlar səsli ördələrimiz, bunlar dallarımız, aralarında 4 gün fərq var. Keçən ayın iyulun 17-si bunlar çıxıb, 13-ü onlar çıxıb. 42 günlük, onlar da 46 gün. Hətta 46 günlük olardı. Burada belə bir şey düzəltmişdim çoxdan. Buranı genişləndirmişdim çoxdan. Burada üzürlər belə. Daim demək olar ki, bayırda olurlar. Üzürlər, yeyirlər, içirlər, otlayırlar, gəzirlər. Sonra burada da var bir hissəsi. Bunlar da içini kurulanırlar. Ondan sonra belə bir şeyimiz var. Soyuq olur balama. İçmidi ya, içmi. Bayaqdan bu ördəkləri bir bu döyür, çırpır, atır qırağa. Bir döyür, bunları 46 günlüydü. 10 manat aldım dünənləri. Qubanın Amsar kəndindən elə bir ki gətirdik. Dedik ki cinsində Brazil, Türk, Brazil, Yapon. Bir də ağ qanadlardan var dedik. Ağ qanad da cinsi olmadığı üçün Yaponla Brazil. Bu da bilməm fərədir, xoruzu, nədir bu? Başının üstünü görürsünüz, ağda dolaşır ki vəhşi. Pipi də qəribə deyib, anormal bir şeydir bu. Hinduşka balasına da oxşuyur, fərəyə də oxşuyur, xoruza da oxşuyur. Nədir bilmirəm. Sırtıqdır amma. Keçən dəfə şortda atmışam dünənlər, daha doğrusu keçən dəfə dedim. Necə adam əlini cumurdusa. Mənə gələn heyvanlar quzu balasına dönür. Baxın, bu da həmçinin quzu balasına dönüb. $15 idi, elə bir ki, dostum üçün alanda, elə bir 3-ün 13-ün alanda, bu da endirmək düşdü də. Dostum da bir endirmə düşdü, belə $15 idi. Endirmə düşdüyü üçün onu aldım. Ördəklər gətirin bura, baxın siz. Deməli, bunlar da ördəklərimiz, göstərim sizə. 4'ü Krasnodar, qarışıqdır herhalde, nə bilmətsə. 4'ü Krasnodar, 3'ü bir də o. Diğerlər də zümrüdü. Bunlar səsli ördəklərimiz. Baxın, bir də dolaşacaqlarsa. Ördəklər qorxur bundan. Çıxdı yəni üstümə. Gəl, bak. Ayaqlar yeni vermişəm. Dibində ovuntu kimisi qalıb. Gəlsəydilər ördəklər göstərərdim sizə. Bir dənə ördəkləri çırpır. Gəl görəsiz. Bu ördəklər qorxurdu. Yəni boş-boşuna qorxmazlar ki. Yox, qorxurlar ördəklər. Gəl bu tərəfə. Nəsə tapdım. Gəl bu tərəfə. Görün bu tərəfə. Arada bunlara hay-huy salır. Ördəklər özlərini girişirlər. Baxın, belə qəşəng ördəklər çıxıb. Qara neyi qırlar. Deməli, 2 gün əvvəl ölçdüm. Krasnodarların ən irisini ölçdüm. Bir də zümrüdlərin ən irisini ölçdüm. Krasnodar olan 800, zümrüd olan da 750 gəldi. 2 gün əvvəl 40-cı günündə. Neyse, bunları indi birazdan dostum gələcək. Dostum gəldiğinde falan lasotalarını eləyəcəm. Bunu fikirləşmişəm. Onun heyratı üçün bura qoyum o cücəni, tək cücəni. Belə öz cücələrimin də birinci lasotasıdır. Baş qarışıq oldu, elə qaldı. Dedim, bu da lasotalarını eləyim bunların. Həm bunların, həm də ki heyratların ilk lasotası olacaq. Ördək balalarımız buradadır. İçində biri çox zəifdir. Baxın o. Baxın, bu çox balaca. Yumurtadan da balaca çıxıb. İnkişaf da zəifdir, çox zəifdir. Belə. Bir dənə kürt fərəmiz var. O biz beçilərimiz, fərəmiz burada, beçəmiz orada. Belə. Sənklərini göstəreyim.
Video çəkirəm. Sənkilən göstərim. Elə YouTube'a video. Dostumun heyvanlarını göstərməyə gəlmişkən Lasota üçün gətirib. Bunun qardaşları ən balacası budur içlərində. Belə. Düş. Bu itdir, it. Bax balaca boy var amma itdir. Sən beçə bu itdir. Beçəsi, bu da 2 dənə fərəsi maşallah. Yine bunları Lasotası olacaq. Bu da fərədir, xoruzdur. Kim bilirsə buna baxın. Fərədir, xoruzdur, nədir bu? Qəribə bir şeydir. Hinduşka balasında da oxşuyur. Nədən tərənib bu, nədən çıxıb bilmədim. Hinduşka balasına oxşuyur. Üzü də oxşuyur. Hey. Allah. Qəşəngdirlər maşallah. Deməli cinslərdəki Yaponla Brazil qarışığı. Brazil dirdiyi. Ondan. Bir də atdan deyə baxdım da öyle nədir görürsə. Hə. Gözüm baxsanız. Nə bilim yoxlayarıq. Bu heyvanımız virus xəstəliyi yoxmuşdu, ağ yaşıl gedirdi. Artıq gördüm zəifləyib gedəcək. Ayırtıb tək müalicəsini elədim. Hinduşka öldürüb onları. Başa batsın bu hinduşka var ha. Bu zibili qalmış. 3 dənə çolpamı öldürdü. Yetim qalmış. Bu qış gəlsəydi bunu ben əlimdən çıxartardım. Qışda biraz qış gəlsəydi biraz kökəltib əlimdən çıxartardım yetimi. Bir dənə bunu saxlayacağım. Burada qanadları çıxır yavaş-yavaş. 4 kilo çəkisi var bunun da. Fərələrimizdə bir tık yoxdur ki, bir gün yumurtasınlar falan. Bilmirəm niyə. Belə. Sağ olun dostlar, özünüzə yaxşı baxın. Gələn videolarda inşallah görüşmək ümidilə görüşərik. Hələlik.